Heydər Əliyev Fondunun sosial layihələri davam edir. Bugün bu layihələrin nəticəsi olan daha 3 müəssisə istismara verilir. Merhaba xanım, ilk dəfə görəcəksən. Bəli. Həyəcan var. Biraz. Bilgəh Mədəniyyət Evinin binası 1987-ci ildən istismar olunurdu və bir qədər köhnəlmişdi. Heydər Əliyev Fondunun dəstəyi ilə o tamamilə yenidən qurulub, müasir həllərlə. Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və qızı Arzu Əliyevaya məlumat verdi ki, Bilgəh İncəsənət Məktəbi, Bilgəh Mədəniyyət Evi, 27 nömrəli Uşaq Musiqi Məktəbi və Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətlərinin optimallaşdırılması nəticəsində yaradılıb. İncəsənət Məktəbinin kitabxanası da tələbələrin ixtiyarındadır. Yeni məktəb binası 220 yerlikdir. İnzibati və tədris otaqları olan məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilib. Orta təhsil müəssisəsinin binasında musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltəraşlıq, dizayn otaqları, xoreoqrafiya zalı, kitabxana, yeməkxana və akt zalı var. Məktəbin həyətyanı ərazisində də abadlıq və yaşıllaşdırma işləri aparılır. Heykəltaraşlığa maraq göstərən gənclər burada öz istedadlarını gerçəkliyə çevirə biləcəklər.
Heydər Əliyev Fondunun balacalara daha bir hədiyyəsi. Körpələr evi, uşaq bağçası istismara hazırdır. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və qızları Leyla Əliyeva və Arzu Əliyevaya Bakının Nəsimi rayonunda yerləşən 352 saylı Körpələr evi uşaq bağçasının açılışında məlumat verdi ki, 116 yerlik uşaq bağçası kimi istifadəyə verilən müəssisə 1972-ci ildən eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış Körpələr evi uşaq bağçası kimi fəaliyyət göstərib. Hazırda isə Körpələr evi uşaq bağçası kimi fəaliyyətini davam etdirir. Heydər Əliyev Fondu tərəfindən yeniləşən Azərbaycana yeni məktəb layihəsi çərçivəsində 500-dən artıq məktəb təmir edilib və ya inşa edilib. Eyni zamanda uşaq bağçaları, körpələr evləri fondun diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir işləri aparılıb və yeni korpus inşa olunub. Körpələr evi uşaq bağçasında eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün xüsusi qrup saxlanılmaqla uşaqların məktəbə qədər təhsil və tərbiyə almasına şərait yaradılıb. Burada eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün 36 yerlik 2 mərtəbəli əlavə korpusu inşa olunub. Körpələr evi uşaq bağçasında surdoloq, oyun və yataq otaqları, idman, tədbirlər, musiqi və rəqs salları, tibb, geyinib soyunma və müəllimlər otaqları var. Surdoloq kabinetləri, dərs, oyun otaqları zəruri avadanlıqlarla və mebellərlə təmin olunub. Həmçinin uşaqlar üçün açıq havada oyun və idman meydançaları salınıb, söhbətgahlar quraşdırılıb. Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda görülmüş işlərlə tanışlıq zamanı Səhiyyə naziri Teymur Musayev məlumat verdi ki, müəssisə bir əsrdən çox dövrdə uşaqların sağlamlığının qorunması kimi mühüm və nəzib işə xidmət edib. ...1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunan, 1927-ci ildə yenidən qurularaq Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilən bu tibb müəssisəsi hazırda elmi metodik mərkəz kimi fəaliyyət göstərir.
Burada uşaqların müalicə profilaktik praktikası ilə yanaşı pediatriya sahəsində peşəkar tibbi kadrların hazırlanması, elmi tədqiqatların aparılması, mövcud olan tibb təhsilinin təkmilləşdirilməsi həyata keçirilir. İnstitutda 255 çarpayılıq klinik şöbələr, elmi bölmələr və bir çox paraklinik bölmələr var. Çarpayılıq yeni doğulanların intensiv terapiyası və reanimasiyası şöbəsi Respublika üzrə mərkəz rolunu oynayır. Ziyarət zamanı institutda yaradılmış şəraitlə tanışlıq olub, eyni zamanda gələcəkdə fəaliyyətin təkmilləşdirilməsi baxımından avadanlıqlar, uşaqlar üçün süni ventilyasiya aparatları hədiyyə olunur. Ama daha hoş gördüm. Aman canım. İlk balalarımızdı. Dördüncü maşallah, sizde ikinci. Allah korusun. Geçen uşağlar ikisi de. Kız doğrular mı? Kız sanki yavrular. Maşallah, maşallah. Allah saklasın. Allah möhkəm can sağlığı versin. Valideynlərə də balalara da yaxşı gedir müalicə. Mənə söylədilər ki, Allah'a şükür, yaxşıdır. Biraz da evə gedəcəksiniz. Təbrik edirəm. Sağ olun. Sağ olun. Sağ olun.